Falan. Üzüm belə şiş görünə bilər. Təzə yuxudan durmuşam. Ona görə dünən video yükləmişəm. Video yazılıb ki 3 dəqiqəyə yüklənir falan filan. YouTube'da da. Hələ yüklənməyib. Ona görə sildim. Təzədən yükləyəcəm. Bu vlogu da arxasınca yükləyəcəm. Çünki mən dünən sizə yazmışdım ki Instagram kanalına, söhbət kanalında yəni bildiz nə edirəm. Oraya yazmışdım ki 2 dənə vlog gəlir. Gələ bilməyib hələ də. Amma çəkmişəm də, yəni hazırdır. Bununla artıq 3-cü olur. Həmişə vlog çəkəcəm deyirəm. Çəkə bilmirəm çünki vloqluq bir şey eləmirəm. Yəni böyük ihtimalle bu da söhbət vlog olacaq. Amma şeydən narazıyam mən. Neydən narazıyam? Çox söhbət şey var kanalda, amma nəysə heç nə olmaz. Deməli şey haqqında danışmaq istəyirəm. Bu arada bu balacaq şəklimdə şeydə var, Instagram kanalına atmışam. Şey haqqında danışmaq istəyirəm. Yəqin ki xəbərimiz var da. Bilənlər bilməyənlərə öyrətsin. Bilmeyenler bilenleri anlatsın. Bunu türklər bilər ən çox. İndi yax kefim qaçdı. Amma heç nə olmaz. Belə fikir verdim ki, mən əslində 50-dən deyəndə 20 dənə falan əvvəl vlog falan yükləmişəm. Sonra silmişəm. Niyə qıraqdakılar nə düşünər deyə. Nə qədər mal olmuşam. Nəysə, indi bunu da editləmədən falan paylaşacağam. Nəysə. Vlog falan yükləmişəm, silmişəm. İndi onlar qalsaydı hardasa, nə bilim 30-40 falan olardı vloglarım. Nəysə bunu da deyim. İndi yenə yüklədim. Dünən yüklənə bilməyən vlog. Görüm yüklənəcək. Yəqin ki yüklənir inşallah. Yəni gün ərzində heç nə eləmirəm. Yemək yeyəcəkdim. Yemədim, kefim qaçdı deyə. Çünki mənim kefim olmayanda yemək yeyə bilmirəm. Kefim qaçırdı lan da. Buna çoxsu trip atır, force eləyir falan deyirlər, amma yox. Özümdən asılı olmur. Nəysə. Sizə söz verirəm ki, vlog çəkəcəm falan. Buna fikir verməyin. Sizə söz verirəm ki, vlog çəkəcəm falan filan, çəkə bilmirəm. Bu yaxda çəkdim. Böyük ihtimal nə bilim, onu paylaşıram, sonra ardınca bunları paylaşıram. Söhbət eləmək istəyirəm sadəcə. Mən vlog çəkə bilərəm. Vlog bilirsiniz mən? Vlog bilirsiniz mən haçan çəkəcəm? Məktəb başlayanda. İlk günü. Çünki artıq rahat olacağım da. Yəni ən azından günlük bir şey çıxacaq. Bir dəqiqə. Ən azından günlük bir şey çıxacaq. Nəysə, bu şalvara fikir verməyin. Nəysə belə. Sonra. İndi gedim bir-iki dənə şey yazmalıyam. Yoxsa yadımdan çıxacaq. Yadım niyə yazıram onu da deyim. Yazanda necə deyirlər? Diqqətimi daha çox toplaya bilirəm. Bugün axşam mahnım çıxır. İndi əl ayağına gedirik. Amma mahnı üçün getmirik. Mama dedi ki, gedək. Dedim, yaxşı. Gey burada. Dünən ağlamışam. Gözüm biraz şişdi. Bilmirəm, görürsünüz ya. Stresləndim çünki. Mahnı çıxa da bilər, çıxmaya da bilər. Elə bir risk var çünki. Çıxacaq inşallah. Belə ekran kaydını attım. ChatGPT-yə falan da. Dedi, yox, heç bir problem görünmür. İnşallah. Bu videonu da çəkirəm mahnı çıxandan sonra çünki
Belə videolar çox çəkmişəm, birləşdirəcəm, paylaşacağım. Ki mahnının çıxma süreci kimi bir şey. Əslində stüdyo da olmalıydı. Amma baxmayın, mən studiyaya gedəndə çox heyecanlanıram. Əlim telefona belə getmirdi o dərəcə. Sadəcə işimə odaqlanmaq istəyirəm. Yaxşı olacaq. Stresi, heyecana olmayacaq. İnşallah xeyirsiz.